Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Bu günləri də maraqlı bir video ilə qarşınızdayım. Bildiyiniz kimi bu günləri 4-cü siniflərin liselərə qəbul imtahanı olmuşdu və söz verdiyim kimi məntiq testlərinin izahlarını hal-hazırda sizinlə paylaşıram. Deməli başlayırıq 31-ci sualdan baxmağa. Deyir, müəyyən miqdarda mərcimə A qabına qoyulub çəkisində 780 qramdır. Eyni miqdarda mərcimə B qabına qoyulub çəkisi 810 qramdır. Və A ilə B-nin öz çəkiləri 510 qram olarsa B qabının kütləsini tapın. Uşaqlar, deməli mən birinci də bunları yazdım həllərini. İndi sizlər üçün təzədən izah edirəm. Deməli nədir burada məsələ? Mərcinin kütləsini götürürük X. Qab A-nın kütləsi Y, qab B-nin kütləsi M. Deməli X ilə Y-in çəkisi bizə verib 780. Qab deməli B ilə mərciməyin çəkisi bizə verib 810. Onu qeyd elədik. Qabların öz çəkiləri verib 510. Hər birini tərəf-tərəfə topladıq. Əsasən biz bunu cədvəl mövzusunda eləmişdik. 3 dənə ifadə verilib toplayırdıq onu. 2 dənə X var, 2 dənə Y var, 2 dənə M var. Cəmi də edilir, sağ tərəfi toplayırıq. Edir 2100. Hər tərəfi 2-yə böldüm. Deməli 3 dənəsinin cəmi oldu 1050. Məndən nə istəyir? Qab B-dəkini. Qab B-dəkini tapmaq üçün nə edərəm? A ilə qab mərcin çəkisini bilirəm, X, Y-in cəmini 780. Bəli, gətirib burada yerinə qoymuşam. Deməli 780 M bərabərdir 1050, M bərabərdir 270. Cavab eləyir D variantı uşaqlar. 32-ci sualda mənə deyir ki, mən indi bunu hündürlüyünə çəkmədim, üfüqi çəkdim. Deyir ki, 7 mərtəbəli binada cəmi 52 dənə mənzil var və qonşularda 15-15 qalır ikisinin cəmi. Və mənə deyir ki, 5-ci mənzildə neçə nəfər qalır? 2 arızının cəmi 15-dir. Uşaqlar, əgər 2 arızının cəmi 15-dirsə, deməli 15, 15, 15, nə qədər 45. Üstünə gəlirəm X-i tapıram axırıncıda qalanı, bu 7-ci mərtəbədə qalanı. Axırıncıda qalan neçə nəfərdir? 7 nəfər. Axırıncıda qalan 7 nəfərdirsə, onda 7 ilə 6-nın da cəmi 15 olmalıdır. Bu da 15 verməlidir. Onda əgər bu 15 verirsə, bu ikisinin də cəmi 15 verməlidir. Deməli nə yazmışam? Yazmışam ki, 6 və 7 15-dirsə, onda 15-dən 7 çıxıram 8. Deməli burada qalır 8 nəfər. 6-cıda 8 nəfər qalır. Sonra 6 ilə 5-in cəmi nədir? Bu da 15 verməlidir də. Çünki ikisində cəmi 15 nəfər qalır. Onda nə edirəm? 15-dən 8 çıxıram, alıram 7 nəfər. Deməli 32-ci evdə də 7 nəfər qalacaq. Daha doğrusu üzr istəyirəm. 32-ci sualda 5-ci evdə 7 nəfər qalacaq. Cavab edəcək C variantı. Bundan sonra 33-cü suala gəldik. 30-cu sualı sözün açığı mən belə həll elədim. Kvadrat formalı pozan, kub formalı pozan götürdüm. Pozanın deməli bir üzünə yazdım 4, sol tərəfinə yazdım 3, sonra aşağısına yazdım 5, soluna yazdım 2, aşağısına yazdım 6, soluna yazdım 1. Bunu belə yazandan sonra bildim ki, qarşı üzlər 1 ilə 5 qarşı üzdür. 2 ilə 4 qarşı üzdür, 6 ilə də 3 qarşı üzdür. Bunu görəndən sonra deməli nədir? Bunların hasilidir. 1 5-in 5, 2 4-ün 8, 3 6-nın 18-dir. Bunları cəmi tap, cəmi edilir 31. Cavab eləyir D variantı. 33-cü sualda deməli 33-cü sual dedik. İndi gəlir 34-cü suala. 34-də mənə deyir ki, 3A 2B-yə bərabərdir. AB sıfırdan fərqli ədədlərdir. Deyir, bu şərtə görə 5A plus 4B-nin ən böyük və ən kiçik qiymətlərinin cəmini deyir tap. Uşaqlar, 3A 2B-yə bərabərdirsə, onda A bərabərdir 2K-ya, B bərabərdir 3K-ya mütənasibliyi. Onda belə çıxır ki, sən A-ya verəcəksən 2-nin misilləri, B-yə verəcəksən 3-ün misilləri. Amma bunlar rəqəmlərdir. Deməli, 2 rəqəmli ədəd olmaz. Rəqəmlər deyirsə, maksimum ola bilər nə? B 3K-dırsa maksimum 9 olar, K3 olanda. A 2K-dırsa maksimum 6 olar, K3 olanda. Deməli, nə yazıram? 5A plus 4B-nin ən böyük olması üçün B-yə 9, A-ya 6 verməliyəm. 5 vur 6 üstə gəl 4 vur 9 mənə verdi 66. Ən balaca o üçün isə B-yə ilə K-ya 1 verirsən, B 3 olar, A da olar nə? A da olar 2. Onda nə olacaq? 5 vur 2 üstə gəl 4 vur 3. Bu cəmdə mənə verəcək 22. Deyir, bunların cəmini tab 66 ilə də 22-nin cəmi mənə verir 88. Uşaqlar, onu bildirim ki, məntiq sualları 4-cü sinif üçün çox çətindir. Yəni 4-cü siniflər üçün düşən bu suallar mən düşünməzdim bu qədər çətin suallar. Yəni əgər sizlər buradan müəyyən qədər yaza bilmirsinizsə, afərin sizə. 35-ci sualda. Deyir, aşağıdakı dairələrin içində 1-dən 7-yə qədər ədədlər nömrələnir. 1 və 7 daxil. Deyir, burada 3 dənə üçbucaq var da. Deyir, bu üçbucaqların cəmi deyir ki, eynidir. Mən götürdüm neynədim? Bu 4 ilə 7 özləri vermişdilər. Götürdüm bu üçbucağın burasına 1 yazdım, buraya 2 yazdım ki, böyük rəqəm daxil 7, yanına balacalar yazdım. Gördüm, aha 10 aldım. Əla. Sonra götürdüm bunun digərini 10-a tamamlamağa çalışdım. 4 burada var idi, 1 də burada var. Bura nə düşür avtomatik? 5. Deməli bunu cəmi elədi 10. Bunu da bildim. İndi uşaqlar, bunun da cəmi 10 eləməli deyildi, qardaş. Bunun da cəmi 10 eləməlidirsə, burası 1-dirsə, x-y-ni neçə versən 10 eləyəcək? 9. Sənə də x-y-nin cəmini soruşurdu. Cavab eləyir 9. Daha bir də durub orada tapmağa ehtiyac yoxdur. X nə bilim 6-dır, y neçədir, onlara ehtiyac yoxdur. Sənə lazımdır ki, onların cəmini tap 9. Vəssalam. Məsələ qutarsın. Sonra, məsələn, bax bu sual.
Çox qəliz suallardan biridir. Bu niyə sahiblər 4-cü sinifə mən də başa düşmədim. Nə deyir burada? Deyir ki, üfüqi vuranda bu 36-ya 90 y-ə bərabərdir. Şaquli vuranda da aşağıdakılara bərabərdir. Uşaqlar, orada bir dənə bir şey var ki, pink rəngində, çəhrayı rəngdə orada xanaları verib. Deməli, orada ədəd yazmaq lazım deyil. Uşaqların bəziləri orada ədəd yazıblar, görürlər ki, cavabı düzələ bilmirlər. Çünki boşluq orada neçəndir? Boşluq orada 6 dənədir. Sənə də deyir ki, 6 dənə rəqəmdən istifadə edir. Yəni 3-dən 9-a qədər 6 dənə rəqəm var. Biz nə edirik burada? Əsasən məsələ nədir? Məsələ ondan ibarətdir ki, burada 160 var. Deməli, şaquli vuranda 160 verəsi ədədləri yazırıq. Baxırıq 160 nədir? 160 20 vur 80-dir uşaqlar. Deməli, birinci elə burada 20-nin vuruqlarını 4 vur 5 şəklində yazıram, sonra vuram 8-ə. Sual edirlər, ay müəllim 8-i niyə bura yazmadıq? Çünki 36-nın vuruğu 8 yoxdur. Ay müəllim 5-i niyə bura yazmadıq? Çünki 36 5-ə bölünmür. 36-ya bölünən bir dənə 4 var. Ona görə 4 bura düşür. 5 bura düşür, 8 bura düşür. 90 8-ə bölünmədiyi üçün 8-i lap aşağıya yazırıq. Artıq bunu yazandan sonra işlər aydınlaşır. 9 bura düşür. Bura 5-dirsə 90-ı 5-ə bölündə alıram 18. Deməli 18-in vuruqları nə olacaq? 6 3. Bura düşəcək. 3 bura düşübsə 3 nəyə vuranda 20 düşür? 7-yə. Və salam. Düşərsə ay müəllim 3-ü vuracaq, 6-ı vuracaq. Yox uşaqlar. Çünki 21 6-ya bölünmür. Onlara fikir vermək lazımdır. Alıram nə? Y alıram nə? 7 vur 8, yəni nə 56. X alıram nə? 9 vur 6 54. 56-dan 54 çıxanı alıram 2. Cavab eləyirəm A variantı edir uşaqlar. 37-ci sualda. 37-ci sualda necə deyək, çox mürəkkəb məsələ deyil, bu da sadə məsələdir. 3 bucaq kvadrat 2, 3 bucaq yox. 3 kvadrat 2, 3 bucaq kvadrat. Burada deməli vurublar bir-birinə. Bəli, aşağıdakı ifadəni alıblar. Uşaqlar, baxın, 3 ilə 8-i toplayıb bura 2 yazıb, hə? Bu əslində 11 edir axı. Deməli 1 yadda qalıb. 1 yadda qalıbsa, deməli bir dənə bunun üstünə gəlib alıb 8. Deməli bu nə olur onda əslində? 7 olur. Bu 7 olursa, onda bura nə olacaq? Bu olacaq 6. Bunu dairəni tapdıq 6. Dairə 6-dırsa, müvafiq olaraq bir dairənin yerinə qoyuruq burada. 6-lar yazırıq. Əməliyyatı təkrarlayandan sonra deməli nə alırıq? 3 bucağı alırıq, 2 kvadratı alırıq 4. Bunların cəmi bizə verəcək 12. Cavab eləyəcək C variantı. Əsas məsələ burada dairəni görməkdir. Dairəni görəndən sonra bütün cavablar çıxır. 38. Həmin o qəliz suallardan biridir. Deyir ki, qardaş, nə deyir burada? Mən bir dənə sual səhifəni çevirəm. Deyir ki, 1-dən 8-ə qədər natural ədədlər nömrələnib və xanalara elə yerləşdirilib ki, bərabərlik doğru olsun. Deyir, 1-dən 8-ə qədər rəqəmləri yazacaqsan bura və xanalara elə rəqəmlər qoy ki, bərabərlik doğru olsun və sual əşarəsini tapa bilərsən. Burada uşaqlar toplama var. Toplama varsa deməli bura minimumlar yazmaq lazımdır. 1-dən 2-ni. 1-dən 2-ni bura yazsam cavab edir 3. Bunu tapdım mən. Sonra baxdım ki, 8-dən 5 çıxanda 3 eləyir, 7-dən 4 çıxanda 3 eləyir, 6-dan 3 çıxanda 3 eləyir. Deməli 1-dən 2-ni götürəndən sonra bir qalın orada deməli nədir? 3, 4, 5, 6, 7, 8-dən 3 fərqini düzəltmək olur. O səbəbdən bu məntiqlə bunu yanaşıb həll etmək olardı. Amma necə deyim, 4-cü sinif üçün çətindir. 4-cü sinif üçün çətin sualdır bu uşaqlar. Gəlirik nəyə? 39-a. Hə, bu suala bax. Çox çətin sualdır bu. 28 otaqlı bir otel deyir və deyir Əli, Bilal və Cəmil burada qalır. Yaxşı eldir qalır. Deyir ki, Əlinin otaq nömrəsi cütdür. Uşaqlar, Əli cütdürsə deməli Əliyə tək rəqəmlər verməliyik biz. Bunu bildik. Əli cütdür. Deyir ki, Bilal və Cəmil otaqları üz-üzədir. Bilalla Cəmil üz-üzədir. Bax, Bilalla Cəmil üz-üzə yazmışam. Və mənə deyir ki, 3-cü şərt burada əsasdır. Cəmilin otaq nömrəsi 5-ə bölünür. Deməli, Cəmilin otaq nömrəsi 5-ə bölünsə, deməli Cəmilin otaqları bilər 5, 10, 15, 20, 25 ola bilər. Cəmillə Bilal üz-üzə olduğuna görə Cəmil 5 olsa Bilal 6 olar. Cəmil 10 olsa Bilal 9 olar. Cəmil 15 olsa Bilal 16 olar. Niyə? Şəkilə görə baxıram bunu. Bunu tapdım. Mənə qayıdıb deyir ki, Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 vahid kiçikdir. Əli Bilaldan 11 vahid kiçikdir. Uşaqlar, bunu tapmaq üçün nə edirəm? Mən deməli Bilalın otağından 11 çıxmalıyam. Bilalın otağı 6 olsa 11 çıxa bilərəm bundan? Yox. 9-dan 11 çıxa bilərəm? Yox. 16-dan 11 çıxsam, nə alaram? 5 alaram. Əlinin otağı nə qalar? 5 qalar, hə? İndi əlinin otağı 5 qalarsa, axı şərtdə birinə mən deyib əlinin otağı cütdür. Deməli, bu da olmaz. 26-dan 11 çıxaram, 15 qalar. Əlinin otağı 15 ola bilər? Yox. Çünki deyib cütdür. Bu da olmaz. Cavabını nə alır burada? 19-dan 11 çıxaram, qalar 8. Deməli, əlinin otağı 8-dir. Əlinin otağı 8-dirsə, deyir, buna görə Cəmilin otaq nömrəsini tap. Bu şərti ödəyən bu hissədir. Deməli, burada da Cəmil nədir? Cəmil 20-dir. Deməli, cavab elə nə verir burada? Cavab elə verir 20. Gəldik burada. Bu qismən biraz rahat sualdır, 40-cı sual. Nə deyir mənə? Deyir ki, bu istiqamətə toplayanda 6 toplayırsan, bu istiqamətə toplayanda 300 toplayırsan. Baxıram, C-yə x deyirəm. 1, 2, 3, 4 dənə mərtəbə gəlir. Hər biri 6 artsa, onda yazıram nə? A bərabər nəyə? X üstə gəl 6 vur 4-ə. Bu da üfüqi istiqamətə hər biri 300 artırsa, onda x üstə gəl nə? 3 vur 3-ə. Alıram x üstə gəl 24, x üstə gəl 9. Mənim də bunların cəmi 47-dir. Yazıram A-nın yerinə yazıram x üstə gəl 24, B-nin yerinə yazıram x üstə gəl 9. Bərabər oldu 47-yə.
2 dənə x üstə 33 bərabərdir 47. 2 dənə x də verir 14. Deməli x nəymiş? X 7-yə bərabərmiş uşaqlar. Deməli C 7-ymiş. 41-ci sual. Uşaqlar 41-ci sual şəkil əlaqəlidir. Yəni onu qatlayıb üst-üstə eyni şəkil alınır. Çox da buna vaxt itirmək istəmirəm. Burada doğru cavab elə nədir? Doğru cavab burada D variantıdır. %35-ə bərabərdir rəngli hissələrin sayı. Keçək 42-ci suala. 42-ci sualda deməli səhifəni çevirək. Aha, bu. Deməli baxırıq burada deməli nəyə? Bizə deyir ki, birinci burada olan ədəd bu abaqda muncuqlar 424 milyon 334 min 323 qədər idi. Hə? Və deyir ki, abaq dağılır. Abaq dağılır və orada olan rəqəmlər bu formada olur. 213 milyon 223 min 211. Sən indi baxırsan, görürsən ki, abaqdan neçə dənə muncuq düşüb, yəni neçə dənə rəqəm düşüb. Baxırsan, 2 vahid buradan düşüb, 1 buradan, 1 buradan, 1 buradan, 1 buradan, 1 buradan. 1 buradan, 1 buradan, 2 buradan. Bunların hamısı burada yazmışam, toplamışam. Deməli 11 dənə muncuq düşüb. Mənə deyir ki, bu muncuqları abaqa elə yazginən ki, aldığın ədəd ən böyük olsun. Ən böyük olması üçün mən nə etməliyəm? Mən götürməliyəm, hərəsinə bir dənə verməliyəm və mənə şərtdə deyir ki, hərəsinə ən azından bir dənə verirsən. Yəni hər bir mərtəbə bir dənə muncuq verməlisən. Mən də bunu yazdım. Hər mərtəbə bir dənə muncuq verdim. Hə? Yekunda məndə 11 dənə muncuq var. Deməli mən onda ən böyük mərtəbəyə 100 milyonluqlar mərtəbəsinə 3 dənə muncuq verəcəm. Onda bunları toplayıram. Nə alıram yoldaş? Alıram ki 5 və ardınca ədədləri toplamamı yerinə yetirirəm. Alıram 524 milyon 334 min 322. Cavab verir C variantı. 43-cü sualda. Qəşəng sualdır. Deyir bu robot 7 adım irəli gedir. Hər bir adım 80 cm-dir. Onda belə çıxır ki bu qabağa gedəndə 560 cm getmiş olur. Deyir 4 addımda geri gedir. İrəli 7 qabağa addım məsələləridir də bu. 7 qabağa 4 geri gedir. 4 geri gedəndə də hər adım 40 cm olmaqla geri düşür. Bu da deməli 160 cm geri düşəcək. Sən deyir ki 12 metr məsafəni ilk dəfə neçə addım atımdan sonra çatar? Hə, bu qəşəng sualdır. 12 metr məsafəni neçə addımdan sonra çatacaq 12 metr qabağa? Bu necə yazırıq uşaqlar? 7 qabağa gedirsə, hər addım 80 cm-dir. Deməli 560 qabağa gedir. 4 addım arxaya gedirsə, deməli 160 arxaya gedir. Belə çıxır ki, bir dənə period təkrarlananda bu 400 cm irəli gedəcək. Yəni 4 metr irəli gedəcək. Baxırsan, 2 periodda nə qədər gedir? 800. Deməli 2 dənə period tamamlandı. Bunu bildik. 800 cm-də 8 metrdir. Ümumilikdə 12 metr deyildi. 12 metrdən 8 metr çıxam alıram nə 4 metr. İndi bu hər dəfə qabağa indi 560 gedir axı qabağa. Onda mən nə edirəm? 400 cm-i bölürəm 80-ə. Ki neçə addım ata bilər? 5 dənə addım. Deməli bu elə 2 dənə period tamamlayacaq. Hə, 800 metr getdi. Bir də 4 metr getmək üçün 5 dənə addım qabağa atar. Hər addımı da qardaş bunun 80 cm-dir də. 5 dənə 80-i 4 metr eləyir. Gəlir 12 metr tamamlanır. Deməli 5 metr də burada atır. Olur 27. Yəni bunun bir periodu nə qədərdir? Bir periodu 7 + 4 qədərdir. Yəni 11 qədərdir. Bir periodda 11 addım atır bu. Deməli 11 addım burada vurdum 2-yə. 2 dənə period gedir axı. 22 o da 5 27. Bu 5 həmin ki 8 metrdən sonraki 4 metr var. O 4 metr daha 7 dənə addımdan qabağa gedir. Da belə geri qayıtmasını hesablamır. Ona görə hesablayırıq bunu. Gəldik 44-də. Gəldik 44-də. Nədir 44-də? 44-də deyir ki, 1-dən 100-ə qədər kartları nömrələyirlər, atırlar torbaya, qutuya. Oradan 6 dənə kart çıxardırlar. Və bu 6 dənə kartın cəmi 186-dır. Deyir 3 dənə kart 50-dən balaca deyil. 3 dənə kart 50-dən balaca deyilsə, deməli nədir? 50-dən böyükdür. Deyir 5 dənəsi nə deyir? 5-dən balaca yoxdur. Deməli kartların içində 5-dən balaca yoxdur. Kartların 5-dən hamısı böyükdür. Mənə deyir ki, kartların içində ən böyük olanın, üstdəki nömrələrin ən böyüyü ən çox neçə ola bilər? Deyir, hə, ən böyüyü ən çox neçə ola bilər? Uşaqlar, ən böyük ən çox neçə ola bilərsə, mənə deyir 5-dən balaca yoxdur. Ola bilər bəzən müəllimlər bunun üçün 69 variantında fikirləşirlər. Amma mən 62 variantında fikirləşmirəm. İndi ola bilər də daha dolğun cavablar çıxanda siz bilərsiniz. Amma mən düşünürəm ki, bu həll doğrudur. Nəyə görə? Mənə deyir ki, 5-dən balaca yoxdur. 5-dən balaca yoxdursa, qardaş, deməli 5-dən böyük var. 5-dən böyük ən balacaları götürürəm. 6-nı, 7-ni, 8-i. Bu öz yerində. Mənə deyir ki, 3 dənə kartda 50-dən balaca deyil. 3 dənə kart 50-dən balaca deyilsə, deməli 3 dənə kart 50-dən böyükdür. Deməli onda bunlar 51, 52-dir. 50-dən böyük, 50-dən balaca deyil. Deməli 50-dən böyük, yəni 51, 52. Çünki 50-nin özünü götürəndə şərt ödəmir. Onda 51, 52-ni götürdüm. Digərində qalır x. Siz sual verərsiniz ki, ay müəllim, niyə bura 6, 7, 8 götürdük? Niyə məsələn 3 dənəsinə yazdıq? Çünki uşaqlar 6 dənə kartımız var.
Üst dənəsi 50-dən balaca deyil. Deməli üst dənəsi 50-dən böyükdür, hə? Bu öz yerində. Altdan 3 çıxanda 3 dənə kart qalır da yerdə. Deməli o yerdə qalan 3 dənə kart 6, 7, 8-dir onda. Və nə olur burada? 6, 7, 8-dirsə, digərləri 51, 52 qoyduq yerinə. Bunları cəmləri 186 bərabərdir. X aldıq 62. Cavab edir 62. İndi mən düşünürəm ki, bu həll daha dolğundur. Ən sonda imtahan cavabları çıxandan sonra daha dəqiq bilərsiniz. 45-ci sual. Bax 45-ci sualda, yəni 400 sual deyil də, 405-ci sinifdə bunu düşünmürəm rahat bir şəkildə yaza bilər. Bu keçən dünənki imtahana düşsəydi, inanmıram 5-ci siniflərdə kimsə bunu rahat bir şəkildə həll eləsin. Uşaqlar nə deməli bu? 1-dən 6-ya qədər zərin üzləridir. Deyir, zəri atanda eyni xal 3 dəfə çıxanda zərin atışını dayandırır. Və burada deməli belə çıxır ki, 12 dənə atış eləyibsə, deməli 3 dənə atanda dayanıb. 3 dənə çıxıb ki, atışları dayandırır. Belə deyil. Onda digərləri 3 dənə ola bilməz. Deməli 2 dənə olub, 2 dənə olub, 2 dənə olub, 2 dənə olub. Baxıram ki, bunların cəmi nə verdi bizə? Verdi 11 dənə. Deməli bir dənəsi də rəqəmdə bir dəfə çıxıb burada. Çünki hamısını mən 2-2 yazsam, onda 3 olmaz, 4 qalacaq. Düz gəlmir. Ona görə nə etməliyəm? Deməli bir dənəsi 3 dənə çıxıb ki, bu oyunu saxlayıb 12-dən 3 çıxan yerdə qalır 9. İndi 9-u da mən göstərməliyəm, axı 9-u 2-nin misilləri kimi göstərmək olmur. Deməli 4 dənə onda 2 çıxıb, o bir dənəsi də rəqəmdən də bir dənə çıxıb onda. Bunda burada nə baş verir uşaqlar? O baş verir ki, mən götürürəm nəyi? Burada əslində variantlarla işləmək məqsədə uyğundur. Məsələn, fərz edirsən ki, 6 rəqəmdən 3 dəfə çıxıb. Onda 6-dan 3 dəfə çıxıbsa, 6-nı vursan 3 alırsan 18. Cəmidir 47 idi bunların. Həmin üstə düşən xalların cəmi 47 idi. 47-dən 18 çıxırsan alırsan 29. Deməli digər xalların cəmi 29-dur. İndi fikirləşirsən. Fikirləşirsən ki, bax 3-dən alt dəfə çıxdı, hə? 29-dur. Digər xalların cəmi 29. İndi bilmirsən, bu bir dənə olan 3-dür, bir dənə olan 4-dür, bir dənə olan 5-dir. Bunu bilmirsən. Amma bilirsən ki, 29-dan sən 1 çıxsan, 1-i çıxsan 28 qalar. Yəni cüt rəqəm qalar. Çünki sən 2-yə vurursan axı. Sən 2-yə vurursan deyə hərəsinin 2 dənədir. Deməli sənə cüt rəqəm lazım. Sən deyə bilməzsən ki, burdan 2 rəqəmi bir dəfə çıxıb və yaxud da 4 bir dəfə çıxıb. Yox. Çünki 4 bir dəfə çıxsa bu 25 eləyər. 25-i 2-yə bölmək olmur. Deməli mütləq ki, bu tək rəqəmlərdəndir bir dəfə çıxan. Ona görə birinci 1-i sınayırsan. Sınayırsan ki, 1-dən bir dəfə çıxıb. Onda 29-dan 1 çıxsan 28. Aha. Sonra yerdə qalanları başını toplamağa. Nə? 2, 3, 4, 5-i toplayanda 5, 10, 14 eləyir. 14-də hərəsi 2 dənə çıxsa, 14 vur 2 neçə verir bizə? 28 lira. Bu topladım burada, vurdum ki, aldım 28. Deməli, cavab nəymiş? Cavab D variantı imiş. Uşaqlar, əziz 4-cü siniflər və hörmətli valideynlər, 4-cü sinifin bu imtahanın məntiq sualları riyaziyyat suallarına nisbətən daha qəlizdir. Riyaziyyat suallarında da çətinlik var. Bunu da etiraf eləməliyik. Amma hamısı da yox. Məsələn, bəzi suallar var idi, onlar asan suallar idi riyaziyyatda. Hamısı da çətin idi. Bəzi suallar asan idi. Amma deməli, məntiqi isə həddindən ziyadə çətindir. Həddindən ziyadə çətindir. Və mən də məntiqləri yazdım vərəqlərə. İndi inşallah ki, sizlər üçün videonu çəkdim. Düşünürəm ki, video sizlər üçün xeyirli, uğurlu oldu. Nə qədər düz oldusa, onları da şərhlərdə bildirməyi unutmayın. Kanala abunə olmağı unutmayın. Bizlər çalışırıq ki, sizlər üçün, siz gənclər üçün faydalı olaq. Kanalda digər məntiq mövzuların izahları yer alır və bundan əlavə riyaziyyat mövzuları da yer alacaq. İnşallah ki, izləyib daha da faydalanarsınız. Sizlərə təşəkkürümü bildirirəm, uğurlar arzu edirəm. Hələlik.